Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 25 iyun 2026-cı il Bakı şəhəri Kürdaxanı kəndindəyik. Artist firmasına məxsus bir neçə çeri pomidor hibridlərini sınaq üçün əkin etmişik. Əkin tarixi 17 mart 2026-cı il. Bu çerilərin içində qırmızı, sarı, narıncı rəngi olan çeşidlərimiz var və həmçinin yumru, uzunsov olan çeşidlər var. İndi bunların hər birinin sizə çəkilərini, rənglərini, məhsuldarlığı və bitkinin vəziyyəti haqqında məlumat verəcəyik. İlk çeşidimiz Art 5011 kodu ilə olan sarı yumru çerimizdir. Məhsuldarlıq bu vəziyyətdə yığım dərim olunub, ona görə bəzi salxımlarda görünür ki, var. Məhsullar bu belədir. Baxın. Bax. 11 qram 17 qram. Art 5011 kodu ilə olan Artist firmasına məxsus sarı yumru çeri pomidorumuz. Seçdiyimiz Art 5012 kodu ilə olan sarı uzunsov çeri pomidorumuzdur. İndi bunu birini tərəziyə qoyaq. 14 qram. Art 5009 kodu ilə olan qırmızı yumru çerimizdir. Baxın. Gözəl rəngi var. Gözəl rəngi var. Bir dənəsini qoyaq tərəziyə. $24 qram. Art 5009, Art 5010 kodu ilə olan çəhrayı çeri pomidorumuzdur. Sərtliyi mükəmməldir, parlaqlığı əla. Bunun indi bir dənə qramajına baxaq. 14 qram. Art 5010, Art 5007 kodu ilə olan uzunsov qırmızı çeri pomidorumuzda məhsuldarlığa baxın. Gözəlliyi, parlaqlığı, bərkliyi yerində, heç bir çatlaması yoxdur. Bax, gözəlliyə bax, gözəlliyə bax. Qramajını yoxlayaq bir dənə. 18 qram. Art 5007, Art 5008 kodu ilə olan yumru qırmızı çeri pomidorumuz. Düzdür, çox dəriliyib burada. Baxın. Bunun qramajına baxaq, parlaqlığı yerində 15 qram. Art 5008, 5002 kodu ilə olan lime rəngində olan çeri pomidorumuzdur. Baxın, məhsuldarlığı gözəl. Bir salxımın məhsuldarlığına baxın. Və sərtliyi gözəldir. Bunun da qramajına baxaq.
5002 Art 5006 kodu ilə olan uzun sov qırmızı pomidor hibridimiz. Baxın, salxımları mükəmməl, rəngi əla, sərtliyi və qramajına baxaq. 11 qram. Art 5006, Art 3003 kodu ilə olan qırmızı yumru çeri pomidorumuz. Baxın, hamısının eyni ölçülü verir və eyni şəkildə qızardır. Baxın. Meyvənin sərtliyi əla. Yəni digərlərindən daha sərtdir. Bunun da qramajına baxaq bir dənə. On 17 qram. Art 5001 kodu ilə olan qırmızı uzun sov çeri pomidordur. Sərtliyi əladır. Bir dənə qramajına baxaq. 13 qram. Art 5001, Art 3001 kodu ilə olan qırmızı yumru. Bərkliyi normaldır, çox mükəmməl bir rəngi var. Qramajına baxaq bir dənə. 14. Art 3001, Art 3002 kodu ilə olan çeri pomidorumuzdur. Bu yumru qırmızı çeridir. Rəngi tam qızarmasında sarı qırmızı olan bir çeridir. Baxın rənginə, yəni real sarı qırmızı. Qramajına bir dənə baxaq. 19 qram. Art 2010 kodu ilə olan sarı uzun sov çeri pomidorumuzdur. Baxın, sərtliyi əla, gözəlliyi yerində. Bir dənə qramajına baxaq. 19 qram yarım. Art 2011 kodu ilə olan çeri pomidorumuzdur. Baxın, salxımla gətirir və narıncı rəngdə olan çeri pomidoru. Nə yumru deyil, nə uzun deyil. Uzun sov. Buna baxaq. 13.60. Art 2011. Gördüyünüz kimi bu çeşidlərimizin çəkilişini elədik, qramajlarını göstərdik sizə və yaz əkin üçün əkdiklərimizin nəticəsidir. Təbii ki, bu çeşidlərin içində seçdiklərimiz də var, seçmədiklərimiz də var. Amma növbəti yay əkini, yəni iyul ayının 15-i 20 aralığında yenə ştil halında əkmişik ki, yenə yay əkinin yoxlayaq. Yay və üzü payıza bitkilər özünü necə aparır, meyvələrin sərtliyi, rəng almağı necə olacaq və bir də sentyabr-oktyabr ayında üzü qışa bu çeşidləri yoxlayıb tam nəticə aldıqdan sonra siz əkinçilərə bunları
tam rahat şəkildə hansı çeşidi, hansı vaxt əkməyiniz uyğundur, bu haqda məlumat verəcəyik. Bizi izləmədə qalın, kanalımıza abunə olun ki, hər zaman sizə çeşidlərimiz haqqında daha ətraflı, dolğun məlumatlar verək. Hələlik dostlar.